düzgün gidadan başlayır. Amerika Tibb Assosiasiyası artıq 75 ildən çoxdur ki, insanları həddindən artıq şəkər istehlakı barədə xəbərdar edir. Bunun səbəblərindən biri də budur ki, şəkər qidalanmada sadəcə kalori verir və digər qidalardan gələn vitaminlərin təsirini zəiflədir. Bu kaloriləri azad etmək üçün. Bu səbəbdən əlavə edilmiş şəkərlər sadəcə boş kalori deyil, demək olar ki, mənfi qidalanma rolunu oynayır. Nə qədər çox əlavə şəkər qəbul edilərsə, qidanın real qida dəyəri bir o qədər azalır. Bu qədər elmi sübutun fonunda FDA istehsalçıları məcbur etdi ki, qidaların üzərində əlavə edilmiş şəkər ayrıca göstərilsin. Milli Yoğurt Assosiasiyası buna etiraz etdi. Onların fikrincə, məhsulların dadlı olması üçün əlavə şəkərə ehtiyac var idi. Junk food sənayesi elmi şübhə altına aldı. Dondurma istehsalçıları isə iddia etdilər ki, istehlakçılar bu məlumatı başa düşə bilməz, ona görə də ümumiyyətlə göstərilməməlidir. Dünyanın ən böyük səhər yeməyi dənli istehsalçısı Kellogg's da oxşar mövqe tutdu. Onların fikrincə, bu məlumat istehlakçını çaşdıra bilərdi. FDA bu qaydanı tətbiq etsəydi belə, əlavə edilmiş şəkər ən yaxşı halda kiçik bir qeyddə göstərilməli idi. Güya məqsədləri istehlakçıya faydalı məlumat vermək idi ki, şüurlu seçim etsin. Bu, eyni şirkətdir ki, Fruit Loops məhsulunu belə təqdim edir. Meyvəli dadla dolu, rəngarəng, tam taxıllı, azca şirinləşdirilmiş, lif üçün yaxşı mənbə. Azca şirinləşdirilmiş, Fruit Loops'da bir Krispy Kreme ponçikindən daha çox şəkər var. Fruit Loops'un çəkisinin 40%-dən çoxu şəkərdir. Tütün sənayesi də vaxtilə məhsullarını daha sağlam göstərmək üçün yüngül, az, mild kimi ifadələrdən istifadə edirdi. Ta ki bu ifadələr qadağan edilənə qədər. İndi isə şəkər sənayesi eyni mübarizəni aparır. Sağlam, təbii, az şirin kimi ifadələrin istehlakçını aldadıb aldatmadığı müzakirə olunur. Bəs əlavə etdikləri bütün vitamin və minerallar? Bu, dənli istehsalçılarının şəkərli məhsullara qarşı tənqidlərə verdiyi cavablardan biri idi. General Mills kimi şirkətlər Frankenberry, Trix və Lucky Charms məhsullarını əsas vitaminlərlə zənginləşdirildiyi üçün müdafiə edirdi. Məsələn, Sir Grapefellow, üzüm dadlı dənli, şirin üzüm formalı marshmallowlarla birlikdə. Amma narahat olmayın, vitaminlərlə zəngindir. Harvarddan Dr. Jean Mayer deyirdi ki, şəkərli səhər yeməyi dənliləri üstünə 8 və ya 10 vitamin əlavə edilsə belə, tam dəyərli qida sayılmır. Mesajınız aydındır, deyə senator McGovern cavab verir. Bu məhsullar böyük ehtimalla yanlış etiketlənib. Daha doğrusu, bunlar dənli yox, vitaminli konfetlərdir. Qutunun üzərindəki qida iddiaları, qida dəyəri illüziyası yarada bilər və yüksək şəkər kimi xoşagəlməz xüsusiyyətlərdən diqqəti yayındırar. Araşdırmalar göstərib ki, valideynlərin böyük əksəriyyəti uşaqlar üçün dənlilərin üzərində yazılan iddiaları səhv başa düşür. Bu isə ictimai sağlamlıq üçün ciddi narahatlıq yaradır. İronik olaraq, az kalorili iddiası olan dənlilər orta hesabla belə iddia olmayanlardan daha çox kalori ehtiva edir. Hətta şokolad batonları belə proteinlə öyünür, çünki içində bir neçə fıstıq var. Amma eyni batonun içində 50 qram şəkər ola bilər. Eyni şəkildə, Fruit Loops'da səhər yeməyi yox, səhər üçün konfet kimi qəbul edilə bilər. Çünki eyni porsiyada təxminən 40 qram şəkər var. Araşdırmalar göstərir ki, istehlakçılar qablaşdırmanın ön hissəsindəki iddialara inanır, onları rəsmi dövlət məlumatı kimi qəbul edir və arxa tərəfdəki real qida etiketini oxumur. Bu səbəbdən bəzi qidalanma mütəxəssisləri qablaşdırmanın ön hissəsindəki bütün iddiaların tam qadağan edilməsini təklif ediblər. Sənayenin qısa ömürlü Smart Choice etiketi, Fruit Loops və Cookie Crisp kimi məhsullarda görünəndə böyük etirazla qarşılandı. Qida sənayesi isə daha aydın etiketləmə sistemlərinə, məsələn, semafor, yaşıl, sarı, qırmızı sisteminə qarşı çıxmaq üçün $1 milyard çox vəsait xərclədi.